yadınıza salam. Bildiyiniz kimi imtahan tarixləri artıq bəlli olub və ona əsasən sizə bir qayda izah edəcəm ki, düşmə ehtimalı çoxdur. Və ümumiyyətlə biz bilməliyik ki, feili bağlama işləyəndə zərfi işləyəndə feili bağlamaya mütləq baxmalıyıq, ağlımızda olmalıdır. Gəlin, ona əsasən nə deyirəm sizə? AA, əə şəkilçimiz var. Uşaqlar, biz bunun feili bağlama şəkilçisi, yoxsa zərf şəkilçisi olduğunu necə biləcəyik? Deməli, təbii ki, mən bilirəm ki, hərəkət olanda feili bağlama, onun tərzini bildirənə zərf olur. Amma imtahan həyəcanına əsasən belə bir üsul deyirəm ki sizə, biz bunu araq ərək şəkilçisi ilə əvəz eləməliyik. Baxın, uşaqlar deyir ki, maşın dönə-dönə gözdən itdi. Mən gələm, maşın dönərək gözdən itdi, bəli, deyə bilirəm. Əgər deyə bilirəmsə, bu halda olacaq feili bağlama. Amma burada deyir ki, mən sənə bunu dönə-dönə demişəm, yəni dəfələrlə demişəm mənasındadır. Amma yenə də bunu araqla əvəz edirik. Mən sənə bunu dönərək demişəm. Deyə bilmədiyimiz üçün bu halda olacaq zərf.